Salam əziz 6-cı sinif şagirdləri. Bu gün sizinlə Game Changer 6 kitabı ilə, yəni ingilis dili kitabı Game Changer 6-cı siniflə ilk unit ilə üzr istəyirəm, giriş hissə ilə başlayırıq. Hər birinizi yeni tədris ilində uğurlar arzulayıram. Welcome. Bir dəqiqə. Aha. Welcome. Xoş gəlmisiniz. Bu əslində 5-ci sinifin təşkilatı kimidir. Family, ailə. Gəlin bir çalışmaya baxaq. Complete the family tree with the words below. Ailə ağacını aşağıdakı sözlərlə tamamlayın. Then listen, check and repeat. Sonra isə qulaq asın, yoxlayın və təkrarlayın. Burada bizə verilib aunt, bibi, dad, ata, mom, ana, brother, qardaş, grandma, nənə, sister, bacı, cousin. Həm uşağı, dayı uşağı, granddad, baba, uncle, əmi. Gəlin baxaq ailə ağacımıza. Baxın burada grandmanı veribsə, böyük ehtimalla 2 olur. Nə? Grandpa. Granddad və yaxud da. Artıq görürük ki, ondan xəttlər gəlir. Bir qadında 4-də dayanıb, 5-də. Biz bunu 5 tamamlamaq üçün baxırıq. Burada bizə verilib me, yəni mən. Mənəmsə məndən yuxarı qalxanda, burada ağac hissəsində, yəni yuxarı hissəsində burada baxıram. Burada həm əgər mənəmsə bu 2 nəfər mənim atam və anam olar deyə düşünürəm. Elə olarsa olacaq dad, 5 olacaq dad, 6 olacaq mom. Okay. Ata və anamı tapdıqdan sonra isə görürsünüz o ağac şaxələri aşağıya doğru düşməyə başlayır. Əvvəlcə qızda durur, oğlan və sonrasında mən gəlirəmsə, deməli bu mənlə bərabər olan xətlərdə dayananlarda bacı və qardaşım olar. Ona görə 8 olar brother. 9 olar sister. Okay. İndi çıxıram yuxarıya. Atamdırsa, atamla eyni xəttdə duranda bibim olar deyə düşünürəm. Elə olarsa 4 olacaq aunt. Okay. Və bibimlə yanaşı duranda onun yoldaşı olar. O da olur əmi, yəni uncle. Bizdə də olan məntiqlə təbii ki də. Uncle və onların uşaqları da bizim nəyimiz olur? Əmi uşağı, xala uşağı, dayı uşağı olur cousin. Okay. Ailə ağacımızı tamamladıq. Gəlirik qrammatik hissəsinə. Possessive adjectives yəlik sifətləri olaraq verilib. Halbuki bu possessive pronoun, yəni yəlik əvəzlikləri kimi gedir. Copy the table and complete with the correct words. Cədvəli kopyalayın və düzgün sözləri yazın. I, mən, possessive olur. Burada şəxs əvəzlikləridir. Bunlar isə yəli əvəzlikləridir. I, mən, my, mənim. You, sən, your, sənin. He, o, kişi cinsi. His, onun. Burada yazıram, kişi cinsi. She, o, qadın cinsi. Her, onun, qadın cinsi. It, o, orta cins. It's, onun, orta cins. Üzrü sayın. Aha. Then, we, biz. Our, bizim. You, siz. Yine olur your. Sizin. They, onlar. Their, onların. Their, onların. Və ya da saxlayın ki, şəxs əvəzlikləri özündən sonra feil tələb edir, yəni müstəqil mübtəda olur. Yəli əvəzlikləri isə özündən sonra isim tələb edir. Mütləq özündən sonra isim olmalıdır. Gəlin çalışmaya baxaq. Use possessive adjectives to complete the sentences. Aha. Əvəzlikləri cümlələri tamamlamaq üçün istifadə edin. My friend Zoe and I do our homework at school. Dostum Zoe və mən ev tapşırıqlarımızı məktəbdə edirik. Baxın, my friend Zoe and I. Kim? Biz. Yəni we. Nə edirik? Ev tapşırıqlarımız, yəni bizim öz ev tapşırıqlarımızın mənasını verdiyi üçün olur our homework at school. Hi, James, what's your name? Hi, yəqin ki, mənim adım. My name's James. Salam, mənim adım James'tir. What is your name? Sənin adın nədir? Emma loves her new bike. Baxın, Emma she'dir. Və o özünün velosipedini sevərsə, olacaq her. Emma loves her new bike. Emma öz yeni velosipedini sevir. She takes it everywhere. O onu hər yerə aparır.
You have a lot of clothes. Sənin çoxluca paltarın var. Is your wardrobe big? Sənin qardırobun böyükdür, sual verir. Üçüncü söhbət səndən gedirsə, sənin və yaxud da siz də ola bilər, sizin olaraq da davam edəcək. This is the new student, bu yeni şagirddir. Mən bu şagirdin qadın və yaxud da kişi cinsinə aid olduğunu bilmirəm. Burada verilən adı ilə təyin edirəm artıq. Peter dediyi üçün, Peter kişi cinsi, yəni he-dir. Ona görə olacaq, his name, onun adı is Peter. Onun adı Peter'dir. My sisters like sport. Mənim bacılarım idmanı sevir. Söhbət bacılarımdan, yəni Zeydən gedir uşaqlar. Zeyin də yəli nə olur? Their. Yəni their, sorry bu hərf yazaq. Their favorite lesson is physical education. Mənim bacılarım idmanı sevirlər. Onların sevdiyi fən bədən tərbiyə dərsidir. Şimdi deyirəm ki, anlaşıqlı olmuşdur. Possessive s. Possessive yəni yəliyin apostrof s-i n şəkilsi olur. Təbii ki, bu bizdə üstü 4. Okay. Rewrite the sentences using the possessive apostrophe s. Deyək ki, apostrof s-dən istifadə etməklə cümlələri yenidən yazın. Bir də baxırıq. Dan has brown hair. Danın qəhvəyi saçları var. Demək ki, Danın saçları qəhvəyidir. Onu dəyişirik. Dandan sonra apostrof s, yəni Danın saçları. Dan's hair is brown. İndi baxırıq. Maria has blue eyes. Maria'nın mavi gözləri var. Demək istəyirəm ki, Maria'nın gözləri mavidir. Onda olacaq Maria's eyes are blue. Söhbət eyes cəm olduğu üçün mən burada are qoydum təbii ki də. Okay. My mom has long hair. Mənim anamın uzun saçları var. Söhbət anamın saçlarından getdiyi üçün mom's hair deyirəm. Uşaqlar, burada yazaq. My mom's hair is long. Long söz biraz. Bunu silək. Is, burada yazıram. Long. Okay, uzundur. Dördüncüyə baxırıq. My cousin has a big garden. My cousin's garden, yəni əmim uşağının bağı böyükdür demək istədiyim üçün deyirəm ki, my cousin's garden is big. Beşinci də bizə yəli hal verilib. Use it. Draw your family tree. Özünün ailə ağacını çək. Ask and answer questions with a partner. Yoldaşıyla bir-birinizə suallar verin. Who is that? O kimdir? For example, burada tutaq ki, şəkil qoymusunuz. Bu portretin biri tutaq ki, sonra bu da digərdir. Deyək ki, bu sizin babanızın şəklidir, bu sizin nənənizin şəklidir. Və yoldaşınız sual verir ki, tutaq ki, bunu sual verir sizə. Belə çəkəydə. Mesela şəkli çəkir özümüzə. Okay. Deyək ki, who is that? So this is, that's my, for example, grandma. Her name, bunu sonra her edirsiniz. Her name is Layla, for example. Bu formada qoya bilərsiniz. Özünüzə uyğun dəyişirsiniz. Keçək növbəti sualımıza. Verb be, be feili. Gəlin çalışma birə baxaq. Complete the labels with the countries, C and nationalities N. Then listen, check and repeat the words and letters. Okay, buranı tamamlamamızı istəyir. Then etiketləri tamamlamamızı istəyir və sonra isə qulaq asıb ölkələri C ilə, milliyyətləri isə N ilə verməyimizi istəyir. Brazil, Brazilian. The United States. Gəlin yazaq. United States, American. Buraya yazaq da. Okay, Japan, Japanese. Okay. Complete the post with M. Not is or are. Then listen and check. Aha, burada yazmamızı istəyir. M,
am not, is və yaxud da are-la qoymamızı istəyir. Gəlin baxaq çalışma 2-yə. Meet the new students in our school. Məktəbimizdə olan yeni şagirdlərlə tanış olun. Hi, I am Joanna Silva. Salam, mən Joanna Silvayam. I am 12 years old. Mənim 13 yaşım var. And I am, yenə də apostrof S. I am in year 8. 8-ci ildəyəm, sinifdəyəm və yaxud da I am from Australia. Mən Avstraliyadanam. I am from Brazil. Mən Braziliyadanam. But I am in but I am not in Sydney with my family. Amma indi ailəmlə Sydneydə deyiləm. My parents are from Brazil too. Mənim valideynlərim də həmçinin Braziliyadandır. I have a sister. Mənim bir bacım var. And we do a lot of things together. Və biz bir çox şey birlikdə edirik. Our favorite hobby is surfing. Bizim sevimli hobimiz surfingdir. I love languages. Mən dilləri sevirəm. And my favorite school subjects are English and Spanish. Və mənim sevimli məktəb fənlərim ingilis dili və ispan dilidir. Dillərdir və yaxud da. Gəlin çalışma 3-ə baxaq. Put the words in the correct order to make questions. Sözləri düzgün ardıcılıqla qoyun ki, suallar qura biləsiniz. Old are 12 years. Are you 12 years old? Sual da deyilsin, əvəz kömək sifəyilə başlayırıq. Burada da deyir ki, birinci are-la başlayırıq. Are you from Russia? Are you from Russia? Rusiyadansan. Üçüncünü burada belə yazın bəlkə də. School big, your is. Əvvəlcə başladım is-lə. Is-dir deyillə başladım. Sənin məktəbindən söhbət etdiyi üçün. Your school. Baxın, yerli əvəzliyi görürsünüzsə, ondan sonra aslı işlənən yerli əvəzliyi gördünüzsə, sonra ismi qoymalısınız. Is your school big? Məktəbiniz böyükdür. Dördüncüdə baxıram. Yenə are-la başlayıram. Are. Yenə də söhbət sənin müəllimlərlə getdiyi üçün və yaxud da sizin ola bilər. Your teachers. Teachers. Nice. Müəllimləriniz gözəldir, yaxşıdır. Yəni, gözəldir. Mənasında sual verir. Okay. Baxırıq look hissəsinə. Deyir ki, I am Mexican. Baxın, I am-i qısaldıb, apostrofla verib. I'm Mexican. I'm Mexican. She is not Mexican. O Meksikalı deyil. She's not Mexican. She's not Mexican. Və yaxud da she isn't Mexican. İki halda. Is not iki halda qısalır və bəzən ola bilər ki, is-i özünə apostrofla birləşdirir. She's not. Və yaxud da is-lə notu birləşdirib isn't formasında qoyuruq. She isn't Mexican. You are not Mexican. You are not Mexican. Sən Meksikalı deyilsən. Yenə də are notu iki cür birləşdirə bilərik. You're not Mexican. Yürüdüsə əvvəlcə are-ın özünü birləşdirdik. Sonra da və yaxud da you aren't Mexican. Sən Meksikalı deyilsən. Bu formada onları qısalda bilərsiniz. Okay. Keçin növbəti səhifəmizə. Can for ability. Can bacarmaq bilmək. Bacarıq üçün. Gəlin bunda biz 5-ci sinifdən yadımızda saxlamışıq ki, can'dən sonra tuzsuz məsələ gəlir və bacarmaq bilmək mənasını verir. Sual və inkarını da özü düzəldir. Complete the sentences. Use the correct form of can and the verbs in brackets. Then listen and check. Deyir ki, can'in düzgün formalarından istifadə edərək, mötərizə daxilindəki feillərdən istifadə edib cümlələri quraşdırın. Sarah can ice skate very well. Buz xokkey oynaya bilir. Yaxşı oynayır, daha doğrusu bacarır. Xizəyi və yaxud da. My grandparents burada çıxma işarəsi olduğu üçün demək edə bilmirlər. Cannot play. Düzdürəm ki, görə bilirsiniz. Biz də mavi ilə yazaq ki, daha tünd mavidən götürək olmaz. Can, burada sual verirsə, can'ə belə getirəm. Can you ski?
Sonra 4-ə gəlirəm. Yenə də çıxma şərti isə I can not dance. Yenə də sual verirsə can. Bütün şəxslər üzrə eyni qalır. Your parents run. Fe'limizdə təbii ki qalır. 10 kilometer. My friends and I can. Aha, sual yox, can. Təsdiqli. Speak English. My friends and I can speak English. Dostlarım və mən İngiliscə danışa bilirik. İndi bizə in, on, at sözcüklərini verib. Gəlin onları tamamlayaq. Complete the table using in, on, at. Aha, cədvəli tamamlamamızı istəyir. Biz bilirik ki, saatlarla at işlənir. At 7 o'clock, at 7 p.m. Aylarla əgər dəqiq tarix verilməyibsə, in istifadə edirik. In March, in 2030. Days of the week isə on istifadə olunur. On Monday, on Tuesday, on Wednesday, on Friday, on Saturday. Həftənin günləri ilə isə on istifadə olunur. Aha, burada isə bizim çalışmamız var. Complete the sentences with in, on or at. Aha, cümlələri in, on, at ilə tamamlamamızı istəyir. Write the sentences that are true for you. Sizin üçün doğru olan cümlələri yazın. Then tell a partner. Sonra isə yoldaşınıza deyin, bölüşün. I go to the science lab on Wednesdays. Mən laboratoriyaya, elmi laboratoriyaya 3-cü gündən gedirəm. My birthday demişdik ki, həftənin günləri ilə onu işlənir. My birthday isn't. Baxın, əgər dəqiq tarix verilməyib, sadəcə ayın adı verilibsə, onda in istifadə edirəm. In May. My birthday isn't in May. I go to bed at 10:15 on Saturdays. Aha. Deməli, birinci at, sonra isə on. Biz bunu böyle yazaq ki, görünsün. I eat dinner at 7 o'clock every day. Saatlarla da at işləndiyini yazmışdıq. Dördüncü çalışmamıza baxaq. Read Mia's plans for the week. Mia'nın həftə üçün olan planını oxuyun. Write true or false. Doğru və yaxud da yanlışları yazın. Then correct the false sentences. Sonra isə səhv cümlələri düzəldin. Bu da bizə cümlələri verib. Baxaq. Mia has a party on Thursday. Thursday. She doesn't have a party on Thursday. Deyək, Mia'nın ikinci gün partisi var. She has a party on Wednesday. Onun üçüncü gün partisi var. Baxaq. Yes, Mom's birthday party at 7 p.m. Sorry. She practices music on Fridays. O 5-ci günlər musiqi praktika edir. Music lessons at 6 p.m. every week. Yes. Bu doğrudur. True. Kötü kalsın burada. She watches films on Thursday. Thursday deyir. She yox, 4-cü günlərmiş üzr istəyirəm. Burada Thursday. Okay. She watches films on Thursday. O, 4-cü günlər film izləyir. Baxaq, film nights at Pat's house, my house next week. Pat's house, my house next week. She watches films on Thursdays. Bu true olar. Çünki ki, indi Pat'in önündədir. Mənim evimdə də növbəti həftə. Her mom hates blue. Onun anası mavidən nifrət eləyir. Buy blue vase for mom after school. Deməli, bu false olacaq. Çünki o anası üçün mavi. O anası üçün mavi vaza alır. She walks to school. O məktəbə yeriyir. Baxa, take bus. Əslində burada da bu da false olacaq bir dəqiqə. Okay. Olsun, biz baxaq burada. Complete the questions with do or does. Sualları do və ya does'la tamamlayın. Then ask and answer with a partner. Sonra siz yoldaşınızla suallar verin və cavablayın. Üçüncü şəxsin təşkil does və yerdə qalan şəxslərə do istifadə edirik. Do you have a computer science lesson? You-dan söhbət getdiyi üçün burada do qoyuruq.
Then, your friend watch films at your house. Söhbət your friend-dən gedir. Tək olduğu üçün, yəni he və yaxud da she-dir. Ona görə də olacaq does. Buradan does your friend watch films at your house? Yenə söhbət you-dan getdiyi üçün olur do you like cold pizza? Your cousins cəm olduğu üçün, yəni söhbət say-dən getdiyi üçün yenə olur do your cousins go to bed early on Saturdays? You and your friends söhbət sən və sənin dostlarından. Sizdən getdiyi üçün yenə cəm olduğu üçün olur do you do your homework at school? Your English teacher wear glasses? Söhbət English teacher'dən gedir. Teacher tək olduğu üçün burada da qoyacağıq does. Okay. Close cümlələr. Complete the close words. Then listen and check. Okay. Gəlin bu sözləri yazaq. Sweater bizim yazıb. Jeans. Cins şalvardan söhbət gedir. Dress. Bu da dondan söhbət gedir. Bu trainers olacaq. Trainers. Then shorts. Skirt. Skirt. Okay. Present continuous. Look at the image. Şəklə baxın. Complete the sentences with the correct affirmative or negative form of the present continuous. Şəklə baxın və cümlələri düzgün indiki davam edən zaman düzgün təsdiq və yaxud da inkar formalarında yazın. Beatrice is wearing a skirt. Then Beatrice yubka geyinir. Hazırlarında yubka var. Beatrice həqiqətən də skirt geyinir. Beatrice and Thomas trainers. Trainers. Baxaq. Beatrice and Thomas. Thomas hanı buradadır. Aha, bunlar idman ayaqqabısı geymədiyi üçün aren't wearing olur. Aren't wearing trainers. Laura glasses. Laura həqiqətən glasses geyinir. Laura is və eynək taxmaqda wearing olur. Laura is wearing glasses. Leonardo shorts. Leonardo'nun şort geyindiğini deyir. Baxaq. Geyinməyib. Onda olacaq isn't. Is not wearing shorts. Isaac and Thomas trousers. Isaac ve Thomas şalvar geyinirlər. Yes. They are wearing trousers. Isaac is saying deyir a blue t-shirt. I am wearing a blue t-shirt. İstək deyir ki, I am wearing a blue t-shirt. Mən geyinməmişəm çünki blue deyil deyə düşünürəm. I'm not wearing a blue t-shirt. Okay. Deməli, burada bizə deyir ki, we add ing to the verb in the present continuous. İndiki davam edici zamanda feilə ing əlavə edirik. Wear, geyinmək, wearing, geyinir, take, taking, swim, swimming. Take, götürmək, swim, üzmək. Burada da bizə çalışmada deyir ki, work in pairs, cütlərlə işləyin, take turns to describe a classmate, for your partner to guess. Guess təxmin etməkdir. Take turns, növbələr götürün, to describe, təsvir etmək üçün a classmate, sinif yoldaşını, for your partner, yəni yoldaşınıza, yəni sizinlə yoldaşlıq edən şəxsə ki, təxmin etsin ki, nə geyinib. She is wearing blue jeans, o mavi cins geyinir, and a red t-shirt və qırmızı qısa qol köynəyi. Is it Melanie? Bu Melanie'dir. No, it is not. Yox, o deyil. Bu da sonuncu səhifəmizdir. Welcome hissəsindən. Present continuous. İndiki davam edici zaman. Write questions about the teenagers. Yeniyetmələr haqqında suallar yazın. In the image şəkildəki yeniyetmələr haqqında. Then ask and answer the questions with a partner. Sonra isə yoldaşınıza suallar verin. Okay, baxaq. Sophia and Evelyn talk. Are Sophia and Evelyn talking?
Sophie ve Evelyn talking. Yes, they are. Bəli, onlar danışırlar. Yes, they are. Burada da belə verib bizə. Evelyn wear jeans. Yazaq burada. Are. Evelyn. Sorry, are neydi? Is. Söhbət üçün şəxsin təkindən gedir təbii ki də. Is Evelyn. Fiilin sonuna nə əlavə edirik? ing. Wearing jeans. Cins giyinir. Baxaq, mavi cins giyinir. Yes. She is. Bəli, o giyinir. Jessica watch TV. Jessica televizor izləyir. Is Jessica watching TV? Sual. No, she isn't. Yox, o izləmir. Əgər demək istəsəz ki, o kitab oxuyur, deyəcəksiniz ki, she is reading a book. She is reading a book. Noah and Samuel read book. Onlar da kitab oxuyur. Yəni are. Söhbət 2 nəfərdən getdiyi üçün are Noah and Samuel reading a book. No, they aren't. Xeyr, onlar oxumurlar. No, they aren't. Onlar oxumurlar. Sophie and Evelyn sit on the sofa. Sophie və Evelyn divanda əyləşirlər. Are Sophia and Evelyn sitting on the sofa? Yes, they are. Yes, they are. Çalışma içində choose the correct options. Düzgün variantı seçməyimizi istəyir. Yəni fikri, daha doğrusu. Birincini bizim üçün nümunə olaraq verib. Sarah wears və yaxud da is wearing red shoes today. Today olduğu üçün bu da is wearing götürüb. Bugün qırmızı ayaqqabı geyinir Sarah. Mark likes sport. Bu da ümumi xoşlamaqdan getdiyi üçün likes qoyuruq. Yəni davam edici ola bilmir. Olur sadəcə sadə zaman. Okay. My friends and I are not sitting və yaxud da don't sit all day at weekends. All day at weekends olduğu üçün don't sit down götürürük. Do you go or are you going to restaurants on Sundays? Saturdays. On Saturdays, bazar 6-cı günlər olduğuna görə do you go olaraq götürürük. My friend and I talk və yaxud da are talking on the phone. Burada now, indi olduğu üçün talk yox, are talking. Yəni bu dəqiqə danışırıq olur. Ona görə də are talking götürürük. Is your teacher writing və yaxud da does your teacher write on the board? Yenə də now olduğuna görə zaman sərfimiz yenə də olur. Is your teacher writing on the board now olaraq istifadə yazırıq.